insanlar mükəmməl bir evlilik təklifini illərlə xəyal edirlər. Bəziləri böyük sürpriz, bəziləri isə kiçik bir an istəyir. Bəs siz necə bir evlilik təklifi istəyərdiniz? Necə bir evlilik təklifi? Əslində düşünməmişəm elə bir şey, çünki ağlımda yoxdur. Amma mənə görə hər kəsdən fərqlidir. Yəni klassik şeylərdən xoşum gəlmir. Sizə görə fərqli nədir? Fərqli. Heç gözləmədiyim bir anda. Mən sürprizləri çox sevirəm. Yəni mənə sürpriz olmalıdır. Heç gözləmədiyim bir anda olmalıdır və fərqli olmalı. Yəni klassik bir şey. Demirəm ki, çox böyük bir maddiyyat sərf eləməlidir, yox. Amma kiçik maddiyatla fərqli bir şeylər eləmək olar məncə. Deyəlim ki, bir konsertdə evlilik təklif istəyirsiniz. Baxır kimin konserti. Yalının konserti ola bilər. Ona razıyam, okey. Mən də yalının konserti olar. Ona razıyam. Salam. Gələcəkdən necə bir evlilik təklifi etmək istəyərdiniz? Fikrimdə yoxdur, evlənmə fikrim yoxdur. Mən evlənmirəm. Evlənəcəksən. Evlənməyəcəyəm. Evlənəcəksən. Evlənməyəcəyəm. Olsa da, olsa kimə sorsan deyir mən evlənməyi fikirləşmirəm, evlənməyi düşünmürəm. İndi olsa, evlənsən necə bir evlilik təklifi eləməyi düşünərsən? Normal evi hamı təşrif edir qədər istəyirlər. Normal evlilik təklifi ki, evlənərsən sual verirəm də, başqa nə verə bilərəm? Bir restoran olsun, konsert olsun, fərqli bir şey yox, elə adi dümdüz evlənərsən. Adi dümdüz, ha. Benimle evlenir misin kadınım? İndi düşün, necə bir evlilik təklifi olsa? Təsəvvür oğlan gəldi, əlində üzük. Necə bir şey istəyərsən, harda istəyərsən? İnsan içində olmamağını istəyərəm öncəliklə. Hə, insan içində olmasın, şəxsi olsun. Bəli. O məsələn, xanım deyir ki, bayaq heç kəsin olmadığı bir anda. Amma məsələn, mən elə düşünmürəm. Düşünürəm ki, evlilik təklifi elə bir yerdə olmalıdır ki, hər kəs görsün onu, hər kəs sənin xoşbəxtliyinə şahid olsun. Hamıya belə hava ata biləsən ki, gördünüz mənə olunan evlilik təklifini. Ona görə düşünürəm ki, çoxluq olan yerdə olsa daha qəşəng olar. Düzdür, fikirləşməmişəm bu haqda necə bir evlilik təklifi, amma Deyəlim ki, çox sevdiniz, aşiq oldunuz. Necə bir təklif eləyib onu çox xoşbəxt eləmək istəyərdiniz? məndən olsa xaricdə təklif eləyərəm. Yəni fikri O qədər iddialısınız. O qədər iddialı, yəni. Xaricdə etiraf eləyərəm hər hansı bir məsələn şeydə, restoranda və yaxud mənzərəli bir yerdə yemək başında həmişə olduğu kimi də o şeylərdə. Əylərsiz belə əlinizdə tək qaş üzüylə. Hə, anladım. Necə bir evlilik təklifi istəyərdiniz? İndi siz evlənmisiniz, bilirəm, amma gənc olsaydınız necə bir evlilik təklifi istəyərdiniz? Maraqlı söhbətdir. Normaldir, nətər bizim vaxtımızda var idi. Məsələn, 80-ci illərdən bax elə istəyərdim. Düşünün ki, indi keçmişdə sizə bir anlıq necə bir təklif istəyirsiniz? Necə güllərlə mi olsun, Eyfel gülləsində mi olsun, harada olsun, necə olsun? Yox, normaldir, sadə. Yəni çox şişitmək də yox. Normaldir, sakit. Обычно sakit, и все. Beynimdə də bir ideya yoxdur. Deyim ki, çox sevdiniz, aşiq oldunuz. Biz ağlınızda məsələn xaricə aparım, ay nə bilim bir konsertdə heç düşünməmisiniz? Xarici ölkə məsələn getmək olar. Bu haqda təbii ki, mənimlə eyni dalğada olan insan olsun ki, istədiyiniz bir ölkədə gedə bilər. Güllərlə ola bilər təbii ki. Amma gül kifayət eləmir. Bir qəşəng iri təkdaş. Təkdaş. Əsas maddiyyat deyil də, bir-birini sevəndən sonra evlilik təbii ki ola bilər və xoşbəxt bir evlilik. Onu öncədən hiss edərək və o təklifi ondan sonra qəbul edərəm.